Yahudinin davası Şiyə ilə, Xristiyanın davası Şiyə ilə, kafirin davası Şiyə ilə, ateistin davası Şiyə ilə, deistin davası Şiyə ilə, ziyalının davası Şiyə ilə, siyasətçinin davası Şiyə ilə, məmurun davası Şiyə ilə, deputatın davası Şiyə ilə, hamı düşüb neyin üstünə? Bir dənə Şiənin üstünə. Niyə? Vilayət məsələsinə görə, imamət məsələsinə görə. Bu kontekstdə araşdırın, bugünümüzə də çox faydalı olacaq, çox faydalı. İnanın, diqqətlə baxın, İslam tarixinin bugünkü gündə, bugün cərəyan edən hadisələrin mehvəri yenə vilayətdir. Vilayəti qəbul edənlər, etməyənlər, edənlərin içində kimlər hansı şəkildə onu qəbul edir, hansı şəkildə qəbul etmir. Bugün o vilayətin timsalı kimlərdir? Keçmişdə yaşayan imamlara itaət eləmək asandır. Bugün vilayəti harda imtihan edək ki, kimə tabi olanda görünür ki, biz vilayətə bağlıyıq.